Çay bütün bedenivi infeksiyadan, iltihabdan temizle. Bunu size hiç kim demeyecek. Dikkatle kulak as, ekrandaki ürəyi kızardıp profilin üzerindeki pil işaresine tokun. Demeli götürürsen 2 xörək qaşığı qurudulmuş tutu, əlavə edirsən bir dənə qabın içinə. Üstünə 300 ml qaynar su töküb qoyursan 20 dəqiqə qaynasın. Qaynadıktan sonra süzürsən. Süzdükten sonra süzdüğün suyu akşam yatmamıştan yarım saat əvvəl bir stəkan içirsən. Bu qarışım bədənində nə qədər infeksiya, iltihab var hamısını təmizləyir. Qan şəkərini tənzimləyir, qanıvı artırarak anemiyağı aradan qaldırır. Sidik qovucu təsiri var. Börəklərdə olan mayeni, bədəndə olan ödəmi atarak şişkinliyi və son qoyur. Mərkəz sinir sisteminin fəaliyyətini yaxşılaşdırır, əsəbi gərginliyi aradan qaldırır. Bu videonu hər kəslə paylaş. Kayd elə yaddan çıxmasın və məni mütləq üstəgələ işarəsinə toxunaraq takip et ki, sağlamlığının qeydinə qalan Əzzaçın Baloğlanla hər zaman sağlam qalasan.